İndi isə bir qədər öncə haqqında bəhs etdiyimiz xəbəri təqdim edirik. Belə ki, 2-ci Dünya müharibəsi öz təlatümləri və əsasən də insanların kütləvi şəkildə məhvi ilə tarixə düşdü. Lakin bu müharibə bəzi insanların həyatında tamamilə fərqli məqamlarla yadda qaldı. Bəziləri həyatını, bəziləri sağlamlığını itirdiyi halda İmişlinin Murğuzalı kəndindən olan Səməd Şirməmmədov bu müharibə nəticəsində öz sevgisini tapdı. Özü də Azərbaycandan çox uzaqda olan Fransada. Bu sevginin böyük hissəsi isə Azərbaycanda yaşandı. O Fransada doğuldu. Atası İtalyan, anası isə fransızdır. İvanna Botto Şirməmmədova. İkinci Dünya müharibəsinin yaratdığı acı xatirələr bu qadının həyatında tamamilə başqa izlər buraxdı. Bu hadisə İvanna nənənin sevgisi ilə bağlı idi. İmişli rayonundan olan partizan Səməd Şirməmmədovla aralarında yaranan məhəbbət İvanna Bottonu 1947-ci ildə uzaq Fransadan Azərbaycana çəkib gətirdi. Sevgi daha güclü oldu. Fransız xanım Azərbaycan mühitinə uyğunlaşdı. Müharibədən sonra yaranan çətinliklər belə gənc İvannanı sarsıda bilmədi. Təkcə Səməd Şirməmmədovun ölümündən başqa. Evliliklərinin 3-cü ilində həyat yoldaşı rəhmətə gedən İvanna nənə bir oğlan övladı ilə tək qaldı. Bu hadisədən sonra yaşadığı çətinliklər onu ikinci dəfə ailə qurmaq məcburiyyəti ilə üz-üzə qoydu. İkinci evliliyindən 6 övladı dünyaya gəldi. İndi İvanna nənə öz övladları və nəvələri ilə bir yerdə ömrünün ahıl çağlarını yaşayır. Dövlətimiz onun qayğıları ilə də maraqlanır. Onun ailə üzvləri üçün 2 evdə inşa olunub. Fransa prezidenti François Hollande Azərbaycanda səfərdə olarkən İvanna Botto ilə görüşür. Onun Azərbaycanlı ilə ailə həyatı qurması prezidentdə xoş təəssüratlar yaradır. Fransanın Azərbaycandakı səfirliyi də İvanna nənə ilə mütəmadi olaraq əlaqə saxlayır. Elə səfirliyin konsul müavini Antoine Sümenel və digər qonaqların İmişli etdikləri səfərin məqsədlərindən biri də İvanna Botto ilə görüşməkdir. Fransa səfirliyinin adından deyə bilərik ki, bu bizim borcumuzdur ki, gəlib həmin xanıma yenidən baş çəkək. Və eyni zamanda bu günləri belə istiqanlı şəkildə xanım Botto tərəfindən bizim qəbul olunmağımız mənə çox xoş təəssürat bağışladı. Onunla birlikdə oturub süfrə arxasında çörək kəsmək, daha doğrusu mənim üçün unudulmaz olacaq. Görüşdə səfirliyin əməkdaşları gətirdikləri hədiyyələri İvanna Bottoya təqdim etdilər. Bu balaca hədiyyə də sizədir. Qonaqlar bəzi tarixi məqamları da yada saldılar. İvanna Botto onunla görüşdüklərinə görə səfirliyin əməkdaşlarına minnətdarlığını bildirdi. İmişlinin Murğuzalı kəndində yaşayan İvanna Botto Şirməmmədova hazırda 87 yaşındadır. Övladlarının hər biri ailə quran nənənin indi 7 övladı, 28 nəvəsi və 30-dan çox nəticəsi var. Mirvari Nurlu, Mirəl Əkbər Hüseynov, İmişli.